Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bugün sizlərlə birlikdə labnə pendiri hazırlayırıq. Buna həm labnə pendiri, həm də təzə pendir deyilir. Deməli, ilk olaraq südümüzü qaynadırıq və qaynamış südün üzərinə yarım limon suyunu əlavə edib, bir neçə saniyə qarışdırdıqdan sonra isə qaşığı tam kənara qoyub, arada hərdən bir qaşıqla yüngül qarışdıraraq pendirimizin, daha doğrusu südümüzün çürüməsini gözləyirik. Son görünüş belədir. Pendirimiz tam şəkildə suyundan ayrılır və belə olan zaman 1 saat soyması üçün gözləyirik. Soyuduqdan sonra isə süzgəcdən keçirib suyunu ayrı saxlayırıq, özünü isə blenderə əlavə edib yaxşıca qarışdırırıq. Bir müddət pendirimizi qarışdırdıqdan sonra isə üzərinə bir armudlu stakan, təxminən 100 ml pendirin suyunu əlavə edirik. Və təkrar yaxşıca qarışdırırıq. Yəni, hazırlaması çox asandır. Südü qaynatdıq, üzərinə limon suyu əlavə edib, gözlətdik. Son olaraq isə blenderdan keçirdik. Bu qədər sadə, bu qədər asandır hazırlanması. Labnə pendirinə duz əlavə edilmir. Yenə də siz ağız dadınıza uyğun istəsəniz əlavə edə bilərsiniz. Pendirimizin son görünüşü bu şəkildədir. Hazırlayan hər kəsə indidən nuş olsun. Ümid edirəm dadını bəyənərsiniz və bundan qəşəng şirniyyatlar da hazırlayarsınız.